Ağsu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağsu şəhər mədəniyyət evində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə rəsmi yığıncaq və bayram konserti Ağsu şəhər Heydər Parkında yeni il şənliyi keçirilib. Tədbirlərdə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, vətən müharibəsi iştirakçıları, ağsaqqallar, ziyalılar, idarə və müəssisə, eləcə də təşkilatların kollektivləri, ümumtəhsil məktəblərinin şagirdləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Ağsu şəhər mədəniyyət evində keçirilən yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbir iştirakçılarını salamlayıb, həmçinin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il bayramı münasibəti ilə səmimi ürək sözlərini bölüşüb və bu bayramlar münasibəti ilə rayon ictimaiyyətini təbrik edib. Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü xalqımızın birlik günüdür. Əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli birlik və həmrəylik ideyasının bugün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir. 44 günlük şanlı zəfər tariximizdən bəhs edən rayon İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, Ulu Öndərin siyasi kursuna sadiq qalan, onun vəsiyyətinə əməl edən, Qarabağın xilas missiyasını şərəflə yerinə yetirib xalqı bir yumruq kimi birləşdirən ölkə başçısı cənab İlham Əliyev qoruyub inkişaf etdirdiyi bu həmrəylik sayəsində böyük qələbə şanlı tarix səhifəmizə yazıldı. Bununla da Azərbaycan xalqının məğrurluğu, yenilməzliyi və gücü bir daha bütün dünyaya sübut olundu. Daha sonra rayonun ictimai-siyasi həyatında fərqlənmiş bir qrup fəallara Ağsu rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub. Tədbir rayonun mədəniyyət və incəsənət işçilərinin, eləcə də şagird kollektivlərinin hazırladığı rəngarəng konsert proqramı ilə davam etdirilib. Ağsu şəhər Heydər Parkında keçirilən yeni il şənliyində fəal iştirakçılarına görə bir qrup məktəblilərə və körpələrə yeni il hədiyyələri verilib.